Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində dispetcherlərin işləmə prinsipini öyrənəcəyik. Ümumiyyətlə Blueprint proqramlaşdırma dərsləri daxilində olduqca vacib mövzulardan biri sayılır. Dispetcherlərin nə olduğunu və mühərrik daxilində necə istifadə edə biləcəyimizi bugünkü dərsimizdə öyrənəcəyik. Ümumiyyətlə dispetcherlərdən danışarkən obyekt yönümlü proqramlaşdırma daxilində Pattern Observer adlı funksionallıq yada düşür. Mühərrik daxilində interfeyslər və dispetcherlər birbaşa obyekt yönümlü proqramlaşdırma daxilində patternlərə nümunədir. Yəni, sadə dildə desək, burada klasslar arasında məlumat mübadiləsindən söhbət gedir. Lakin bildiyimiz kimi dispetcherlər olmadan belə klasslar arasında əlaqəni təmin etmək üçün bir çox müxtəlif funksionallıqlar mövcuddur. Dispetcherlərin istifadəsinə gəldikdə isə təsəvvür edək ki, oyun ərzində bizim əsas personajımız var və bu əsas personajımızın öz sağlamlığı haqqında məlumatı daima bizim ekranda interfeysimizə ötürülməlidir və bu ötürüləcək məlumat hər kadrda baş verəcək. Lakin bunu da nəzərə almaq lazımdır ki, bizim əsas personajımızın sağlamlığı hər kadrda ötürülməyə də bilər. Daha doğrusu, bizim əsas personajımız müəyyən bir sağlamlıq faizi ilə oyunda bir neçə dəqiqə və yaxud da bir neçə müddət eyni sağlamlıq ilə oyuna davam edə bilər. Məhz bu zaman mühərrik daxilində dispetcherlərin istifadəsi olduqca vacib sayılır. Çünki dispetcherlər dediyimiz kimi yalnız və yalnız bizə lazım olan anda, lazım olan klass daxilindən məlumatları qəbul edib istifadə etmək üçün istifadə olunan bir funksionallıq sayılır. Mühərrik daxilində dispetcherlər ilə işləmək üçün istənilən klass redaktoru daxilinə keçid etməliyik. Mənim nümunəmdə səhnədə əvvəlcədən hazır funksionallıq düzəltmişəm. Əvvəlcə hazır nümunəyə baxaq. Əsas personajımız bu platforma üzərinə çıxdığı zaman bizim dispetcherimiz işə düşür və qarşıdakı klassımıza bu klass daxilində yerləşdirdiyimiz sferanın müəyyən interval ilə böyüyüb balacalaşması üçün müəyyən bir məlumat ötürür və bizim personajımız bu platforma üzərindən çıxdığı zaman həmin klass öz funksionallığını dayandırır. Məhz bu funksionallığı dispetcher ilə həyata keçirdirik. Bunun üçün sadəcə olaraq 2 ədəd actor tipində klass düzəldirik. Birinci nümunədə platformamızı hazırlayırıq. Platformamızın klass redaktoruna daxil oluruq. Burada sadə bir platforma düzəldirik. Burada yerləşdirdiyimiz plane sadəcə olaraq orientir üçün yerləşdirmişik və bir ədəd box triggerdən burada istifadə edirik. Daha sonra event graph bölümünə keçid edirik. Burada box triggerimizdən 2 ədəd begin və end overlap adlı eventlərimizi redaktor daxilinə gətiririk. Daha sonra bizim əsas personajımız bu box trigger ilə təmasda olan zaman burada müvafiq dispetcheri çağırmalıyıq. Dispetcher ilə işləmək üçün My Blueprint bölümündə ən aşağı hissədə Event Dispatchers bölümü görürük. Burada hər dəfə üstəgəl işarəsinə klik etməklə yeni bir dispetcheri təyin etmiş oluruq. Dispetcherimizi bu bölümə əlavə etdikdən sonra təbii ki, müvafiq adlandırma həyata keçirməliyik. Mənim nümunəmdə bu dispetcherimizi 456 olaraq adlandırmışam. Təbii ki, belə adlandırılmanı nümunə üçün həyata keçirmişəm və daha sonra bu dispetcher üzərinə klik etdiyimiz zaman Details bölümünə nəzər salsaq, burada bu dispetcherimiz üçün giriş inputları müəyyənləşdirə bilərik. Təbii ki, qarşıya qoyulan məsələnin həllinə uyğun olaraq. Dispetcherimizi bu şəkildə əlavə etdikdən sonra mouse'un köməyi ilə bu dispetcherimizi tuturuq və class redaktorun istənilən yerində buraxırıq və bu zaman bizə bir neçə burada seçim verilir. Burada gördüyümüz kol adlı seçimi seçdiyimiz zaman bu dispetcheri sadəcə olaraq müvafiq klass daxilində çağırırıq. Növbəti olaraq burada bind və assign adlı iki parametr görürük. Bu iki parametrin işləmə prinsipi demək olar ki, eynidir. Lakin buradan gördüyümüz kimi sol hissədə bu dispetcherimizi sadəcə olaraq bind etmişəm. Sağ hissədə isə həmin dispetcherimizi assign etmişəm. Və buradan da gördüyümüz kimi dispetcherimizin bind və assign adlı funksionallıq arasında əsas fərq ondan ibarətdir ki, həmin dispetcherimizi assign etdiyimiz zaman avtomatik şəkildə mühərrik bizə həmin dispetcherimizə uyğun olaraq bir ədəd custom event hazır şəkildə bizə təqdim edir. Lakin həmin dispetcherimizi bind etdiyimiz zaman bu eventi burada görmürük. Təbii ki, daha sonra custom eventi buraya bu şəkildə əlavə edərək istifadə edə bilərik. Məhz buna görə də əsasən dispetcher ilə işləyən zaman assign adlı funksionallıqdan daha geniş istifadə olunur. Çünki dediyimiz kimi avtomatik şəkildə custom eventin bizə təqdim olunduğuna görə. Növbəti olaraq burada dispetcherimiz üçün unbind və unbind all adlı 2 ədəd funksionallığını görürük. Sol hissədə gördüyümüz dispetcherimizin unbind adlı funksiyasıdır. Sağ hissədə isə gördüyümüz dispetcherimizin unbind all adlı funksiyasıdır. Unbind adlı funksiyanın köməyi ilə müvafiq eventi buradan
həmin dispetcherdən ayıra bilirik. Misal üçün fərz edək ki, öz dispetcherimizə hansısa bir funksiyonallıq yazmışıq və daha sonra həmin funksiyonallığın deaktiv olmasını istəyiriksə, bu zaman mütləq şəkildə dispetcherimizin unbind adlı bu gördüyümüz funksiyasından istifadə etməliyik və bu bölümdə müvafiq eventimizi burada göstərməklə həmin bu eventi bu dispetcherimizdən ayıra bilirik. Lakin dispetcherimizin unbind all adlı funksiyonallığını seçdiyimiz zaman bu dispetcherə birləşik bütün eventləri ayırmış olacağıq. Unbind və unbind all adlı funksiyonallıqların da əsas fərqi bundan ibarətdir. Son olaraq bu hissədə gördüyümüz event adlı bölümü seçdiyimiz zaman isə müvafiq dispetcherimizin adına uyğun olaraq mühərrik bizə avtomatik olaraq bir ədəd custom event təqdim edir. Dediyimiz kimi dispetcherimizi hazırladıqdan sonra bu dispetcherimizi trigger boxumuzun begin overlap adlı eventində bu şəkildə call etmişəm. Çünki dediyimiz kimi bizim dispetcherimiz yalnız və yalnız bizim personajımız həmin box triggerə təmasda olan zaman işə düşəcək. Burada dispetcherimizi call etdikdən sonra keçid edirik növbəti class redaktoru daxilinə. Bizim nümunədə qarşı hissədə gördüyümüz bu klassımızın redaktoruna keçid edirik və burada oyuna başladığımız zaman həmin dispetcherimizə müraciət etmək üçün mütləq şəkildə həmin dispetcherimizi düzəltdiyimiz klasa birbaşa istinad etməliyik. Bunun isə bildiyimiz kimi bir neçə yolu var. Ən sadə nümunə olaraq getActorOfClass adlı funksiyadan istifadə edirik. Daha sonra müvafiq klass bölümündə həmin klassımızı göstəririk və return value bölümündə isə bu klass daxilində düzəltdiyimiz dispetcherimizin adını yazmaqla bundan öncə sizə göstərdiyim istənilən həmin dispetcherin funksiyalarını digər bir klass daxilində istifadə edə bilərik. Bizim nümunədə həmin dispetcherimizə müəyyən bir hadisəni və yaxud da müəyyən bir funksiyonallığı bağlamaq üçün sadəcə olaraq bu dispetcherimizi burada assign edəcəyik və axtarış bölümündə dediyimiz kimi dispetcherimizin adını yazmaqla bu şəkildə bu dispetcherimizi burada assign, bind və yaxud da dispetcherin müxtəlif funksiyalarını çağırıb burada istifadə edə bilirik. Dispetcherimizi assign etdikdən sonra təbii ki, istəyə uyğun olaraq custom event bölümündə istənilən funksiyonallığı burada təyin edə bilərik. Mənim nümunəmdə burada timeline-la istifadə etmişəm və daha sonra bu class redaktoru daxilində yerləşdirdiyim bu sferanı müəyyən interval ilə timeline-ın köməyi ilə böyüyüb kiçildəcəyik. Funksiyonallığımızı bu şəkildə yazdıqdan sonra keçid edirik yenidən öz platforma class redaktorumuz daxilinə və burada box triggerimizin end overlap adlı eventində yenidən digər class redaktorumuza burada müraciət etməliyik. Digər class redaktoruna müraciət etdikdən sonra həmin class redaktoru daxilində burada işə saldığımız timeline'ımızı sadəcə olaraq stop edəcəyik. Bunun üçün isə bildiyimiz kimi timeline'ımızın stop adlı funksiyası mövcuddur. Bu timeline'ımızdan referensimizi götürmək üçün isə bildiyimiz kimi timeline'ımızı redaktor daxilində təyin etdiyimiz zaman avtomatik şəkildə variables bölümündə müvafiq komponent bölümü daxilində həmin timeline'ımızın referensi bu hissəyə düşür. Məhz bu class redaktoru daxilində həmin timeline'ımızdan referensimizi götürdükdən sonra burada stop adlı timeline'ımızın funksiyasını çağırırıq və beləliklə bizim personajımız səhnədə gördüyümüz bu platforma üzərinə çıxdığı zaman dispetcherimizi call edirik, yəni dispetcherimizi bir növ işə salırıq və daha sonra həmin dispetcher işə düşən zaman digər klass daxilində bu dispetcherimizi assign etməklə istədiyimiz funksiyonallığı bu dispetcherimiz vasitəsilə həmin klassımıza mənimsədirik və təbii ki, bu platforma üzərindən bizim personajımız düşən zaman müvafiq olaraq timeline'ımızı mənim nümunəmdə stop edirəm və bununla da səhnədə hazırda yerləşdirdiyimiz iki müxtəlif klass arasında məlumat mübadiləsini birbaşa dispetcherlər vasitəsilə həyata keçirmiş oluruq. Bununla da mühərrik daxilində dispetcherlərin işləmə prinsipini sizlərlə ətraflı şəkildə öyrənmiş olduq. Kanalımıza abunə olmaq və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.